Aslılıqmı, yoxsa bağlılıqmı? Münasibətə başlayandan sonra hər şey dəyişib. Özümü, maraqlarımı, hətta gündəlik həyatımı belə ikinci plana atıram. Boş vaxtımın hamısını ona həsr eləyirəm. Dostlarım, ailəm, ətrafımdakı insanlarla əlaqələrim günü-gündən zəifləyir, hətta bəzənsə tamamilə kəsilir. Elə bil dünyamda təkcə o var. Özümə verdiyim dəyər sadəcə ondan gəlir. Mesaj yazmayanda, mənə qarşı diqqəti biraz da olsun azalanda içimi qəribə bir narahatlıq hissi bürüyür. Nə baş verir? Özümə sual verirəm. Mən necə hiss eləyirəm? Sanki münasibətin içində itib batmışam. Bəs öz sərhədlərim yoxdur. Əsas o xoşbəxt olsun bəsdir. Ayrılıq fikrini ağlıma belə gətirə bilmirəm. Elə bil o olmasa mən də yoxam. Ya münasibət bitsə, mən onsuz necə davam eləyəcəm? Sanki onunla bir yerdə həyatın mənası da itib gedəcək.